Deməli yoldaşlar, qəşəng gün çıxıb, amma hava yaman soyuqdur. Ona görə də üzürü sayın, mən biraz belə kapüşonla alacağım. Bir maşın gələcək, RS7 2015-2016 C7 nəsil. Maşını stage 1 eləyəcəyik. Maşın tamamilə stokdur. 100 min, hətta 100 mindən çox probeg olmalıdır. Stage 1 eləmək lazımdır. Amma mümkün qədər safe. Çünki dediyim kimi probeg 100 mindən çoxdur. Nə qədər olmasa 10 ilin maşınıdır. Deməli o maşında ZF 8 HP sürətlər qutusu dayanır. Stage 1 motor eləyəcəyik və TCU tune eləyəcəyik. Yəni korobkanı da tune eləyəcəyik ki, bir-birinə uyğunlaşsın. Yəni fake torque falan bunları eləməli olmayaq. Yəni motor nə torq verirsə, korobka da onu olduğu kimi qəbul eləsin. Deməli, maşın artıq stenddədir. Stenddə qaldırmaq, bağlamaq falan yerlərini çəkmədim. Onları artıq Golfdə görmüsünüz. Maşını biz artıq stokdan eləmişik. Maşın verib, deməli 585 at gücü və 770-780 Nm torq. 560'dır bunların zavodu. Bu performans deyil, səhv müsaadidir. Amma bu qədər at gücü verdi. Deməli yoldaşlar, proses gedir. Hələ ki biz almışıq 960 Nm torq və 547 at gücü, daha doğrusu 647 at gücü. Qrafikdən gördüyünüz kimi bizdə 5500-dən sonra başlayır düşməyə. Bu ilə bağlıdır ki, bizdə Nidaduvdur. Turbo, yəni lazım qədər buz saxlaya bilmir. Set boyundan az olur. Yəni Golfdə Pireduv idi problem. Burada isə Nidaduvdur. Yəni daha az daha var. Mən istədiyimi aldım əslində. Deməli 650 at gücü və 900 Newton torq. Yəni tam olaraq nə söz vermişdiksə, nə gözləyirdiksə, onu da biz aldıq. Əslində 1-2 dənə də variant yoxlayaq. Əgər biraz da çox artırmaq olarsa, artıracağıq. Olmasa bundan da yekunlaşdıracağıq. Çünki 650 at gücü və 900 Newton. Biz elə belə aldıq təxminən 130-140 Nm torq əlavə və 85-15, buradan da 50 və 75-80 at gücü də at gücü aldıq. Yəni görək. Dostlar, nəhayət ki RS7-ni bitirdi və cüzü artırmaq alındı. Cüzü deyəndə hardasa 7 at gücü və nəticə etibarilə bizdə oldu 657 at gücü və 907 Nm torq. Bu zavod qrafiklə müqayisədir. Gördüyünüz kimi bütöv diapazon boyu demək olar ki 2000 RPM-dən başlayaraq əsas düzdür, fərqimiz yaranır hardasa 3000-də, 3000-dən ta ki 5000-5500-ə qədər kifayət qədər böyük fərq var. Deməli, nəticə etibarilə hardasa 70-72 at gücü və 125-130 Nm torq əldə eləmiş olduq. Maşını test drive elədik, yəni çox belə vəhşi bir şey alındı. Deməli, indi isə dostlar 1840 var, BMW 2022-ci ildir. Maşının beyni bağlıdır. Beyni gedib götürüb FMT-yə göndərməliyik. Daha sonra beyin qaydandan sonra maşının üstünə taxacağıq və maşın gələcək stəndə o maşına stage 1 eləyəcəyik. Bu arada burada bir Bentayga var. Bu maşında biz 2,5 il bundan qabaq bu maşının trassasında korroziya var idi. Biz onun trassasını yeniləmişdik. Qazan falan olduğu kimi qalmışdı. Sadəcə olaraq müştərinin öz istəyinə görə H-pipe quraşdırmışdıq. Artıq bir neçə il keçib H-pipe bildiyiniz kimi səsi azaldır. Bu da həmin H-pipe, artıq onu kəsmişəm. H-pipe da səsi azaltdığı üçün müştəri indi gəlib, biz indi H-pipe ləğv eləyəcəyik. Onun yerinə düz boru eləyəcəyik. Bir tərəfi demək olar eləmişəm, artıq üstündədir. Digər tərəfdə artıq podqon olunub. Hətta buradan, bunu burası arqalamışam dünən. Okey, indi bunu taxacağıq. Bu tərəfini də prifatqalayacağıq. Daha sonra söküb trassanı ümumi sarqalayacağıq. Və salam, bundan işimiz bitəcək. Görək necə alınır. The next day. Deməli, yoldaşlar,
Beyni götürdüm. Söktük maşın beynin. İndi gedim garaja. Görün bugün başımıza nə gəlir. Başımıza aslında nə gələcək? Bu beynin etiket falan çap eləməliyik. Daha sonra bunu aparıb verməliyik, yola salmalıyıq FMT-yə. Görək ondan sonra nətər olur, necə olur. 1 week later. Deməli dostlar, maşınımız gəldi. Qaldırdıq səndə. İndi beyni çıxartmalıyıq. Biz bunu FMT-da bench unlock eləmişik. Özümüz təzədən avtomatiklə o budeni unlock eləməliyik. Daha sonra inşallah başlayacağıq stage yazmağa. Maşın 2022-ci ildir, dediyim kimi X-Drive deyil, arxa çəkəndir. İlin yəqin ki, axırıncı maşın olacaq bu stenddə. Bəli dostlar, belə bir ideal bir qrafik əldə elədik birinci faildən. 420 at gücü və 590 Nm torq. Loglara da baxanda hər şey aslında ideal vəziyyətdədir. Görək, mümkün olsa biraz artıracağıq, olmasa burada dayanacağıq. 420 at gücü, belə çıxır ki biz 70 at gücü və 70 Nm torq, daha 70-dən də biraz çox Nm torq əldə eləmiş olduq. Dostlar, müzakirə elədik və qərara gəldik ki, korobkanı da eləyək. ZF 8HP Gen 3. Əslində bu korobka yaxın müddətə qədər dəstəklənmirdi. Son səhv eləmirəmsə 2 ay bundan əvvəl avtotunerdə update çıxdı və Gen 3 ZF korobkalar da dəstəkləndi artıq. Korobkanı da eləyirik, daha sonra motorun da failini dəyişəcəyik ki, fake torq falan olmasın və çalışacağıq orta RPM-də biraz çox torq əldə eləyək. Görək necə alınır. A few moments later. Maşını nəhayət. Nəticə aldıq 424 at gücü və 620 Nm torq. Korobkanı pratik eləmək bizə biraz torqu qaldırmağa imkan verdi. Və daha tezləş, daha cəlb olacaq korobka. Bu qədər dostlar, bu maşını bitirdik. Məncə kifayət qədər gözəl nəticə əldə elədik. Bu da ki, yəqin ki, bu ilin sonuncu maşınıdır. Hamının yeni ilini təbrik edirəm. Özünüzə yaxşı baxın, növbəti vlogda görüşərik.